Dostlar, xoş gəlmisiniz kanalıma. Bugün sizlərə bir balaca məlumat vermək istəmişdim. Lal ördəklərdə, yəni lal ördək balalarında üzü gəldilər, yəni 6 aylıq, 5 aylıqlarına çatdılar. Və artıq istəyirsiniz ki, yəni erkək çoxdur, dişi çoxdur. Artıq yəni damazlığa saxlayasınız və qalanlarını ya kəsəsiniz, ya da ki, yəni pay ya da vəsairə yəni edəsiniz. Yəni özünüzə damazlıq seçdikdə nətər, yəni hansıları seçməlisiniz? Boyu mu hündür, kilosu mu çox olanı? Bugün sizlərə bu haqda yəni istədim məlumat vermək. Mən öz yəni nətər seçdiyimi, adı bütün sizlərə deyəcəm. Yavaş-yavaş aşağı gedək, orada otlamağa başlasın ördəklərimiz. Orada sizə yəni otlayanda indi dur, yəni yavaş-yavaş aparım. Orada beləcə çəkəcəm, yəni böyürlərindən bədənlərini görsə də yəni hara bədən ayağı hündür, yoxsa başı yad yekə, elədən kilosuna mı görə yəni saxlamalısınız, yoxsa boyuna mı görə və hətta rənginə mi görə, yəni rəngləri, nə rənglər yaxşıdır, hər şeydən danışacağam da dost ördəklər durmur. Mənim damazlıq seçdiyim erkəklər dostlar çox otlayan erkəklərdir. Fikir versəz görərsiniz hansılardır. Təmiz qara ilə, yəni zümrüdü ilə, krasnodar da onlar qabaqla gedir. Özdə bunlar məsələn otlamayıb gedir ha. Onlar yəni yerdən axada otlayır. Onları mən onun üçün seçirəm. Həm yeyirlər, həm də ki, yəni elədən ona görə. Yavaş-yavaş gedək dostlar. Yəni ot olan yerə gedək, hinduşkalarımızı otladaq. Qış, yer. Yəni gedək, ot olan yerə gedək və hinduşkalarımızı otladaq. Hinduşkalarımız nədir? Ördəklərimiz. Və məlumatıma da keçəcəm. Bu arada ən başdan like edib, bir də kanalımıza abunə deyilsiniz, abunə olun ki, biz də daha gözəl videolar çəkək yəni. Bu arada üzümü göstərəcəm, zat demişdim bir canlı yayında, yəni daha göstərməyəcəm yəni dostlar. Üzümü daha lap qabaqdan məni tanıyanlar üzümü görübdür, əvvəldən üzümü göstərdim. Daha yəni mən öz heyvan videoları çəkirəm, üzümü nəyimizə lazım, yəni heyvanlar haqqında zat belə videolar çəkdiyimdən üzümü göstərməyəcəm. İkincisi də yəni gəlin daha yavaşdan məlumatımıza keçək. Yəni dostlar, birincisi ayağı hündür, yəni ayağı bir də bədəni belə hündür və yekə olanlara diqqət edirsiniz. Məsələn, gəlin sizə bir dənə ayağı və hətta bədəni də yekə və hündür olan heyvanlardan birini göstərdim. Baxın. Birinci ən ayağı hündürlərdən dostlar, baxın bu təmiz krasnodarımızdır yəni. Krasnodarın yəni fikir bir dəqiqə dişi qabağından gedirmi ki? Yəni çəkəm, ayağına, bədəninə baxdıqda yəni hündür. Və ən çox yəni nədən seçməlisiniz? Yəni hərasına baxıb, yəni nətər harasına baxıb, yəni nətər bədənin, yəni tükünəmi, kilosunamı, hündürlüyünəmi? Mənim fikrimcə yəni kilo ilə bir əlaqə də yoxdur. Mənim fikrimcə həm kilosu, həm də ki, yəni bədəninə fikir verin. Yəni ikisi də gərək yaxşı olar. Həm kilo, həm bədənin hündürlüyü və bədənin belə uzunlamasına belə qalın görünüşü zat. Və ki hündür olsun. Yəni çox cıqılı saxlamayın. Ağlınız var, yəni cıqılı boy yəni saxlamayın. İstəyir yəni cıqılı boy yəni kök olsun, o biri arıq olsun. Məncə naxadıca yəni cıqılı boyu olanı vəbşim saxlamırsınız. Yəni indi saxlayırsınızsa da yəni əlacınız yoxdur ayrısı. Məncə gələn il ya da ki vaxtınız olanda onu dəyişin. Çünki cıqılı boy olanda balalar da cıqılı boy olacaq. Yəni getdikcə balacalanacaq və erkəklərimiz zətdə elə bədəni balaca olacaq. İstəmir sizin belə Allah üçün heyrətli, belə yekə, hündür erkəkləriniz zət belə olsun. Elə istəyirsinizsə, yəni dediyim kimi, yəni bədəni hündür və ki, yəni kilosu da çox olsun. Yəni əlinizdən gələn qədər yaxşı yedirdin. Yəni kiloları da çox olsun ki, yəni onlar da kiloları və yəni həm boyu da yaxşı olmalıdır. Və yəni bir də xəstə, yəni nətər deyim, bir də balaca vaxtı çox yəni xəstəlik keçirmişik. Mən yəni etmişəmmi desə xeyr, yəni xəstəliyi olan zat belə şeylər deyəcəksiniz, xəstəliyin nə yəni şey var, yəni mən eləcə yəni içində onun cırraşma zat, yəni onda bir yəni xəstəlik olduğundan zaten mən xəstələnənləri elə də saxlamıram.
Yəni indi bunlardan xəstələnən dediyim nətər, yəni cırqalan, ondan sonra yəni bədəni biraz cərəqə hinduşkanlar getdi. Aha. Yəni demək istədiyim sizlərə dostlar, nətər yəni cırqalan zat belə Gələcək vaxtı çox xəstəlik keçirmiş, belə yəni yemək yeməyib, sonradan düzəlmiş, ondan sonra yəni ölümdən dönmüş, belə balaları, yəni deyirsəniz, yəni mən deyirsiniz heç saxlamışamsa, bəli saxlamışam, amma yəni fikrim var, yəni xəstəlikdən, yəni pis çıxa bilər, zat, belə yaxşı, məsələn dişidirsə yaxşı yumurtlamaya bilər, yumurtaları xarab ola bilər, erkəkdirsə yəni yaxşı cütləşənməz, zat, elə şeylər. Yəni ola bilər, amma mən saxlamışam, yəni mənim bir var idi. Çoxdan kəsmişəm, yəni damazlığı saxlamamışam, eləcə yəni böyütmüşəm və kəsmişəm. Yəni o da kəsməyə saxlaya bilərsiniz, satmağa. Ən yaxşısı bədəni hündür və yəni hündür əyaq, yəni tez irilənən. Fikir verəndə insan görür ki, bu lap tez yəni bədənlənir və lap tez yekələnir. Yəni lap tez yekələnənlər, yəni bir də görürsüz bu gəlir hamısını ötür, maşallah olsun. Yəni gəlir görürsüz hamısını ötdü bu bala. Yəni yekəydi oldu və o biri gəlib, yəni hələ cıq-cıqalıdır, bu indidən yekələnir. Bax elə sortlar, bir də lal ördəyi də Krasnodar sortu və Macar sortları da yəni saxlayın mənim fikrimcə. Məndə Macarın dişisi var, Krasnodarın isə məndə bircə cütü var, yəni bir erkək bir dişi. Anaları, ataları yəni ayrıdır, ayrı yəni kənddən gətiriliblər. Yəni biri şəhərdə, bax o dişi var, o dişi, yəni Krasnodar dişisi. Onları mən bir də erkəyi balaca vaxt almışam. Onu gətirən adam, yəni hardan gətirib deyirsinizsə, yəni dişiyi onu şəhərdən gətirib. Bu isə kəndlərdən yəni gətiriliblər. Tanıyıram da adamı, kənddən gətiriblər onu. Yəni heç bacı qardaşlığı yoxdur. Bu arada yəni əlinizdən gələn qədər bacı qardaş heyvanları da saxlamayın. Zırraşma gedir yəni. Zırraşdıqca da balalar bədən yəni cıqıllaşır və yumurtalar da azalır. Ona görə baxın belə dostlar, bu gün də bir balaca belə bir məlumat demək istəmişdim. Yəni yəni qardaşımız, yəni qaqamız bizdən məlumat istəmişdi. Dedi 2 dənə gözəl erkəyim var. Hansını saxlayım, seçə bilmirəm. Mən də dedim ki, narahat olma, yəni sabah o haqqda video çəkərəm. Baxın belə dostlar, yəni ayrı bilmək istədiyiniz məlumatlar varsa yorumlarda yaza bilərsiniz və kanalımıza abunə olmağı və like atmağı və bildirimləri açmağı unutmayın. Bir də ki yorum yazarsanızsa sevinərəm. Belə dostlar, bilmədiyiniz məlumatlar varsa da yazarsınız. Gələn videolarda görüşmək ümidiylə sağ olun, salamat qalın. Hamınız sağ olun, salamat qalın.